Salam müəllimlər. Bu gün sizlərə noyabr qrupumuz haqqında məlumat verəcəm. Deməli, noyabr kurikulum qrupumuz noyabr ayının 1-dən etibarən başlayır və dərslərimiz həftədə 4 dəfə canlı dərs olaraq deməli keçiriləcək, tədris olunacaq. Mənə sual verirlər ki, Coşqun müəllim, həftədə 4 dəfə, həftədə 5 dəfə dərs deyirik, deyirlər qoşuluruq, amma onun həftədə 1 dəfəsi, 2 dəfəsi canlı olur, olmur. Yerdə qalanlar video şəklində atılır. Xeyr. Yəni video qalmış olsa YouTube-da en qədər video var, metodika, kurikulum videoları var, istər mənim, istər digər müəllimlərin. Ona görə də yəni həftədə bizdə 4 dəfə canlı dərsdir. Deməli 1-ci, 3-cü, 5-ci günlər saat axşam saat 10-da YouTube-da canlı formada dərs keçirik. Bazar günü 12-də isə bir həftə ərzində keçdiklərimizi Zoom proqramı vasitəsilə siz suallarınızı verirsiniz və həmçinin mən bir həftə ərzində keçdiyimiz dərsləri sizdən tək-tək sual-cavab edirəm. Və həftədə 4 dəfə canlı dərsdir. Mənə sual verirlər ki, eyni zamanda Coşqun müəllim, həftədə 4 dəfə canlı dərs çox olmur ki, olmurmu və yaxud da biz çatdıra biləcəyikmi? Niyə bəlkə həftədə 2 dəfə olsun canlı dərs, 3 dəfə olsun, 1 dəfə olsun? Xeyr, niyə həftədə 4 dəfə canlı dərs? Mənim bir prinsipim var ki, mənim qrupuma qoşulan müəllim hökmən deməli, dərsi mənim elə canlı dərsimdə öyrənəcək. Bilirəm ki, MİQ-ə hazırlaşan müəllimlərin, sertifikasiyaya hazırlaşan müəllimlərin işləri çox olur və ixtisas dərslərində üstünə gəlsək, dərs oxumağa biraz zaman az qalır. Və mən ona görə də dərs saatlarını belə çox eləmişəm ki, qoy müəllim dərsi dərsdəcə öyrənsin. Məsuliyyəti daha çox mən öz üzərimə götürüm ki, mən dərsi dərsdəcə öyrədim. Deməli, bizdə bundan əlavə sizə Curriculumas platformasından, sizə saytdan login, parol veriləcək. Siz bu canlı dərsə qoşulmamışdan əvvəl həmən dərsin videosunu izləyəcəksiniz ağıllı lövhə qarşısında. Daha sonra onun testlərini işləyəcəksiniz. Daha sonra həmin testin, hər testin ümumi video yox, həmin testin öz izahını, altında izahın video təhlilinə baxacaqsınız və suallarınız o yarandıqca qrupda, WhatsApp müzakirə qrupumuzda mənə verəcəksiniz və hər gün sizin suallarınıza cavab verəcəm. Və ondan əlavə həmin dərsi birinci, misal üçün siz bazar günü Curriculumas saytında dərsə baxdınız, birinci gün həmin dərsi mən canlı dərs vasitəsilə təkrar bir də keçirəm. Canlı dərsdə YouTube canlısı vasitəsilə siz suallarınızı bir də verirsiniz mənə dərsdə. Bir də orada testlərə baxırıq, testlərdə qalanlıq yerlərə baxırıq. Birinci gün o dərsi bitirdik, daha sonra siz saytda ikinci dərsə baxırsınız, ikinci gün ikinci dərsə baxırsınız, hazırlaşırsınız. Üçüncü gün həmin o dərsin bir daha canlı dərs olur. Və bazar günləri isə görüş. Sizlərlə yəni Zoom proqramı vasitəsilə sinxron qaydada görüşümüz olur və siz bütün suallarınızı mənə verirsiniz. Eyni zamanda mən sizləri sual-cavab edirəm. Və xüsusən də bu il bildiyiniz kimi MİQ və sertifikasiyada bütün metodika sualları ixtisasa uyğun düşür. Və bu il bütün test bazamıza dəyişiklik elədik və hər ixtisas özünə uyğun kurikulum sualları işləyəcək. Misal üçün, kimya fənninə uyğun suallar işləyəcək. Riyaziyyat fənninə uyğun. Fizika fənninə uyğun. Azərbaycan dili, ədəbiyyat onlara öz fənlərinə uyğun. Yəni, hər kəs öz fənninə uyğun metodika sualları ilə tanış olacaq, situativ suallarla tanış olacaq və biz yaydan bu noyabr ayına qədər mən və kurikulum müəllimləri komandamız, Namazov Akademi komandamız bu suallar üzərində işləyirik və çox şükür ki, artıq hazırdır və sizlərin hər biriniz deməli, öz ixtisasınıza uyğun metodika sualları işləyəcəksiniz ki, siz də imtahana gedəndə çətinlik çəkməyəsiniz və o sualları rahatlıqla işləyəsiniz. Deməli, 10.000 mənim test bazam və plus time deməli, time test bankını mən sizə işlədəcəm. Və 10.000 test bazamın içərisində var bu günə qədər sertifikasiya sualları, bu günə qədər imtahanda olmuş suallar. Hər biri bu 10.000 test bazanın içərisində var. Bunlar da ölkənin ən çətin situasiya tipli testləridir ki, bu testlərdə işləyən müəllimlər rahatlıqla deməli sertifikasiyadan da, MİQ-də də, kurikulumdan uğurlu nəticə göstərə bilər. Dərslərimiz həftədə 4 dəfədir və 40 azayındır. Noyabr ayının 1-i dərslərimiz başlayır onlayn qaydada. Dərslərimizə qoşulmaq üçün 051 580 94 28 050 334 12 64 nömrələrinin WhatsApp-ına yazıb dərslərimizə qoşula bilərsiniz. Təşəkkür edirəm.